Rəbbimiz olan Allahı necə tanıya bilərik? Onun bizə əmr etdiyi kimi ona necə ibadət edə bilərik? Bizim getməyimizi istədiyi ən doğru yol hansıdır? Biz bütün bunları səmavi kitablar vasitəsilə bilirik. Bunlar uca Allahın öz elçilərinə nazil etdiyi kəlamları ehtiva edən kitablar və səhifələrdir. Onlara iman, imanın 6 əsasından biridir. Uca İman edirik ki, onların hamısı haqdır və həqiqətdir. Onlar uca Allahın kəlamıdır. Kimlərə nazil olubsa, onlar üçün orada hidayət, nur və kifayət edən hər bir şey var. Biz adları qeyd olunanlara, yəni Qurana, Tövrata, İncilə, Zəbura, İbrahim və Musanın səhifələrinə təfərrüatı ilə iman edirik. Quran-ı Kərim bütün əvvəlki kitabları nəsx edir və onlara hökm edir. İnsanlardan yalnız səhih olanlarına və Quranı təsdiq etdiklərinə əməl etmək olar. Çünki o kitablarda təhrif və dəyişikliklər var. Amma Quranın qorunmasına isə Allah zamin durub. Bunlara imanın bəhrləri vardır. Allahın qullarına göstərdiyi qayğıya görə Allaha şükr etmək. Belə ki, Allah hər bir qövmə onları doğru yola yönəldən kitab göndərib. Eləcə də bunda olan hikməti bilmək. Quran-ı Kərimi imanın bəhrələrindən biri də tilavət edərək öyrənmək, əməl edib və mənalarını düşünərək ona qayğı göstərməkdir. Çünki o açıq aydın nur, doğru yol, öyüd nəsihət, xatırlama və sinələrdə olanlara şəfadır.